400 yıl bir tarixi var bunun. Zəka itirəmə daşı adlı bir kitabı var. Whetstone of Wit adlı bir əsəri var. Şotlandiyalı riyaziyyatçı tələbələrə dərs keçir. Bu hələ kəşf olunmuyor. Yazılar nə? 2 üstə gələ 3 bərabərdir, is equal to. Nə qədər is equal to yazır? Bana bir məqalədə baxır ki, 250 dənə bu is equal to yazdım. Kvadrat yoxdur, üstə gələ işarəsi yoxdur. İşarə yoxdur, o düzən işarəsi də təzə kəşf olunub. Və bu işarəni ortaya qoyur. Kim qoyur? Robert Ricord deyir ki, iki obyektin bərabərliyini ən gözəl, ən mükəmməl və keçərkən xəta edirlər. Uşaqlar da xəta edir. Siz də çalışmısınız, işarəni dəyişməmisiniz. Bir, bu işarəsini niyə dəyişməlidir? Və yaxud da ki, bu tərəfdən o tərəfə keçmək algoritmini biz əzbərləyirik. Şagirdlər də bunun mahiyyətini dərk etmirlər çoxlar. Yəni, əzbərlənmiş bir algoritmdir. Bunun adına nə deyirəm? Bunun adına deyirəm əqidə körpüsü. Buna mən adına nə dedim? Əqidə körpüsü. Möhkəm tükürməli, qoqulların qırılsın, heç nə olmaz. Əqidə körpüsü. Və bizim bir dəyişənimiz var. Bərabərliyi ilə Naxçıvan bərabərliyini oxşuyur. Melacım, Naxçıvanda belə vuz, ha? Bir nəfər deyəsin, buna kömək eləsin. Bu olsun belə, bərabərlik, belə tutunda üstdən çəkmirlər ki, belə, buradan baxırlar bizə. Hə, qərar verin. Hə, aha, oldu mu bərabərlik? Oxşadır. Bərabərlik, bax, yadda qalan deyil, uşaqların ən nifrət elədiyi. Bərabərliyin bir tərəfindən o tərəfinə keçərkən, bu körpünün adı nə idi? Əqidə körpüsü. Əqidə körpüsündən keçirsənsə, o zaman dəyişmək məcburiyyətindəsən. Düz gözünə zəhri var yağır, görsünüz. Və bu pis adamdır. Qapqara bir adamdır. Demək ki, bu tərəfdə pis adamdır. Əqidə körpüsünü keçsə, normaldır, yaxşı adam olmalı. Ən azı ağa büründür. Və burada ağdır. Yenə keçərkən normaldır, qara olmalıdır. Və bu şəkildə şagirdlərə mesajı bu tipdə vermiş olsaydı, yaxşı olardı. Bir de bizim uşaqlarda uzanan tənlik var. Saqqız kimi tənlik deyir ona, uzanan tənlik. Nə var? 2x + 3 bərabərdir 5. Bərabərdir, bir çıx keçdi o tərəfə. O da bərabərdir. Yəni bizim uşaqlarda enter düyməsi yoxdur. Valla bir enterə bas aşağı düşdü. Bərabərdir. Yəni uzanan tənliklər, saqqız kimi tənliklər və o da bizə problem yaradır.